Herkese salam, kanalıma hoş geldiniz. Sevilen müğənni Rəqsanə İsmailovanın anası xəstəxanaya yerləşdirilib. Rəqsanə xanım bu barədə sosial media hesabından açıqlama edib. Allah şəfa versin. Allah sağlamcan xoş günlər nəsib eləsin inşallah. Sözü edən günləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlərimizi izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənərək kanalımıza destek olun. İnşallah. Ayağım rahatıydı. Her şey yaxşıdır. Mesela həmişə yanındayım, qazanam. Sənə gələn söyləyəsin. Allah'ın məşğulü. Qorxmursan ki, ürəkli, qorxmursan. Sən hansı əməliyyatlardan çıxmıyorsun? Ayşını gördün, səni görməyə gəldim. Allah bütün xəstələrə şəfa versin. Anam xəstədir. Hal-hazırda ayağında problemler var şəkərdə. İnşallah sağ-salamat qalsın. Xəstəxanadayıq. Allah valideynləri qorusun. Ama ağlama bəsdir. Ne ağlayırsan? Əsas sağalarsan inşallah. İnşallah yaxşı olasın. Sağ olun. Çok teşekkür ederim. Allah sizden razı olsun. Mamamı size etibar edirəm. Sizinle Allah'a etibar edirəm. Sağ salamat yedim çıxın. Ve size güvenirik. Azerbaycan'da bir növrasınız. Yani biləsiniz. Minnettarım size. Çok teşekkür ederim. Sağ olun. Var olun. Yavaş yaptı. Bilsin. Bakın Moskva'da ona göre. Yok. Hala buradayım, birazdan gideceğim. Sen çıkandan sonra. Ben buradayım. Ben de buradayım. Git. Hifz eləyən duasıdır, səsi Quran sədasıdır, elimizin anasıdır, ay balam, anam mənim, anam mənim, evimizin anasıdır, anam mənim, anam mənim, lay lay deyərdi yatanda, arzulara bir çatanda, ay ana. Arkamıza su atanda ay balam çok seviner anam benim. Oy mamama kurban olun. Anam benim yüreğim, canım, ciğerimdi, her şeyimdi anam benim, her şeyim. Anneciğim. Anaları öpürəm buradan. Allah bütün onlara can sağlığı versin.